أنت ما تفهم. Sən qanmırsan, أنت غبي. sən tupoysan. كم مرة أنا أقول لك؟ Bir insana bir sözü nə qədər demək olar? Çatmır sənə. أنا ربي طفلي على Uşağımızı necə شخصية zəif ضعيفة. şəxsiyyətli böyüdürük. يعني في سلوكيات Bir neçə davranış var ki, لو valideynlər bunu etdikdə سووها uşaqlarına قاعد يربون عيالهم على ضعف zəif الشخصية. şəxsiyyəti böyüdürlər. كثرة النقد. Bunlardan birincisi davamlı tənqid, tənqid etməkdir. Səhər, axşam, bütün günü tənqid. وهو ياكل الطفل. Uşaq yemək yeyir, tənqid. Paltar geyinir, tənqid. Danışır, tənqid. Saçını kəsdirir, tənqid. Evdən çıxır və dostu ilə qayıdır, tənqid eşidir. Qısacası 24 saat tənqid eşidir. Bu, uşağın şəxsiyyətini zəiflədir. هذا واحد. Deməli, bu bir. 2. الإهانة. Alçatmaq, təhqir etmək. أهينة بالكلام. Uşağı sözlə alçatmaq. Sən qanmırsan, qanmazsan. Adama nə qədər söz deyərlər. أنت ما Çatmır sənə. أنت إيش عامل؟ Nə problemin var sənin? أنا والله غلطت إني ولدت. Kaş ki, səni dünyaya gətirməzdim. Fikir verin. Bu sözlər hamısı insanın şəxsiyyətini məhv edir. إذا Deməli, 1. رقم واحد. Davamlı tənqid. 2. رقم اثنين. Davamlı təhqir etmək. إهانة. رقم ثلاثة. İstər böyük, istər kiçik olsun, uşağın şəxsiyyətini dağıdan üçüncü məsələ problemləri özləri deyil, sizin həll etməyinizdir. أي مشكلة. Nə problem olur, özünüz həll edirsiniz. Məsələn, adi işığı yandırmaq. أقول له أنا Məsələn, ata uşağına deyir ki, qapını görsən, الباب اللي هناك. get yanında dur, elektrik qaçarını görsən, yuxarı bax, مد إيدك. əllərini uzat. Uşaq həyəcanlanır, ata durur, özü gedib işığı yandırır. يعني صرت Oluruq, أحل المشاكل. problem həll edənlər. هذه توضح Bu, uşağın şəxsiyyətini zəiflədir.